Grind mentality. Bizim dildə tərcümədə ütmə mentalitesi. Grind mentality nədir? Grind mentality, yəni həddindən artıq güclü motivasiya, həddindən artıq güclü disiplina ilə işləmək və daima işləmək, belə deyim, dayanmadan müəyyən o məqsədə, nəticəyə əldə eləmək üçün var gücünlə, böyük bir motivasiyanla, böyük bir daxili güclə işləmək. Bu öz-özlüyündə təbii ki də və unutduğumu söyləməyi və olduğu işdə də ən yaxşısı olmağa çalışması, yəni maksimum bütün gücünü o işə qoymasıdır grind mentality. Grind mentality öz-özlüyündə yaxşı mentalitedir, yəni bunu insan çox vaxt istifadə edə bilər, lakin bu mentalitetdən də çox, yəni bu mentalitini özündə çox işlətmədə burnout-a gətirib çıxarır. Burnout yəni nədir? Burnout yəni belə deyim, enerji yanması belə deyim Azərbaycan dilində. Yəni bu cürə çalışmaq, yəni grind mentality ilə çox çalışmaq enerji yanmasını gətirib çıxardır. Ona görə balanslı şəkildə, bəzən düzdür bundan istifadə eləmək olar, daha da özünüzü həvəsə gətirmək üçün, daha da olduğunuz işdə belə deyim möhkəm çalışmaq üçün. Amma bu enerji yanmasını da nəzərə alaraq çox da bu mentalitetin işlətməmək, balanslandırılmış şəkildə, yəni həm belə deyim, yəni bir işdə görməyinizə yenə də baza nədir? Məqsəd odur ki, xoşbəxt olmaq. Xoşbəxt olmaq üçün də biz prosesin özündə də xoşbəxt olmaq. Yəni çox da özümüzü burada enerjimizi yandırmamalı və daxili xoşbəxtçiliyi qorumaq lazımdır. Uğurlar və ancaq irəli.